Çox aşağı ortalama ilə təqaüd qazanan tələbələr görmüş. Mən çox zəifəm. Çox məlumat var. Bu məlumatlarda bizdə informasiya çirkliliyi yaradır. Təsəvvür edin 2023-cü ildə 4 milyard dollarlıq ABŞ-da təqaüddən istifadə olunmayıb. Niyə? Çünki heç bir tələbə müraciət eləməyib. Bunun qaynağı hardadır? Ya tələbə doğru strategiya qurmayıb, ya da ki, tələbə doğru araşdırma etməyib, həmin təqaüdlərdən xəbəri olmayıb. Ümumiyyətlə ABŞ-da təhsil, həm PhD, həm magistr, həm də bakalavr üzrə sizə ətraflı bir video hazırlayıram. Həmin videonu da paylaşacağam. Orada detallı müxtəlif yaş qruplarına aid tələbələrdən sorğular götürmüşəm. Həmin sorğular əsasında sizə daha detallı analizli bir video gəlir. Amma bugünkü mövzumuz əsas məsələ təqaüd prosesi harda başlayır və harda bitir budur. Və mən bu video ərzində çalışacağam ki, sizə bu proses haqqında ətraflı məlumat verim. Mən artıq 5 ilə yaxındır ki, təhsil sektorunda çalışıram və bu müddət ərzində minlərlə tələbə кейsi analiz etmə fürsətim olub. Həmin tələbələrlə konsultasiyada olmuşam. O tələbələrlə biz prosesə başlamışıq. Baxdıqda mənfi müsbət nəticələrə həmin tələbələrin niyə təqaüd almadığını müəyyən bir datasını çıxarmağa çalışırdım özümdə. Həm öz köhnə təcrübələrimə baxdıqca, həm o tələbələrin tələblərinə baxdıqca burada 4 nüansa rast gəlirik. İkinci odur ki, ya o tələbə ümumiyyətlə təqaüd istəmir. Yəni öz büdcəsi ilə getmək istəyir ki, özü büdcə ayıracaq, daha rahat olsun, hansısa bir stres altında olmaq istəmir. İkinci məsələ odur ki, o tələbə araşdırmır. Ümumiyyətlə bilmir, belə bir də var. Yəni o təqaüdlərdən yararlana bilər. Düşünür ki, mən çox zəifəm, ola bilər. Ya da düşünür ki, ola bilər ki, onun ixtisasına uyğun təqaüd olmayacaq, getdiyi ölkədə təqaüd yoxdur. Belə faktorlar var. Üçüncü faktor da odur ki, həmin tələbə göstərici uyğunsuzluğu yaşayır. Bu nə deməkdir? Tələbənin göstəricisi əlindəki, yəni ümumiyyətlə bütün dataları təqaüdün tələblərinə uyğun deyil. Ya da təqaüdün müəyyən tələblərini qarşılayır, amma reallığı əks etdirmir. Yəni baxdıqda tələbə müəyyən statistikaya baxdıqda, məsələn təqaüd deyək ki, ortalamanı qoyub 75+ istəyir belə tələbə olaraq, amma baxdıqda son 5 ildə ancaq tələbələr 85-dən GPA-yi ortalaması 85-dən yuxarı olan tələbələr qazandılar. Həmin tələbə yenə də sınasa da təəssüf ki, reallığı əks etdirmədiyi üçün son statistik məlumatlara əsasən gəlir həmin ortalama faktoruna görə kəsilir və ya digər faktorlar da burada əlbəttə ki, rol oynayır. Təqaüd komitəsinin qərarına əsasən belə bir dəyişiklik eləmiş olurlar. Bir də dördüncü faktor da odur ki, ən çox rast gəlinən tələbə ümumiyyətlə karyera analizi eləmir. Yəni özü üçün bir karyera yolu qurmur. Qurmadığı üçün niyəsi, məqsədi, istəyi tam güclü olmur və təqaüddə özünü inandıra bilmir ki, təqaüd komitəsinə mən həqiqətən siz axtardığınız tələbəyəm və ambisiyalarım var. Bu fərq yoxdur, hansısa mütəxəssisə müraciət edir tələbə, yoxsa özü müraciət edir. Hər iki faktorda da siz yaxşı nəticələr əldə edə bilərsiniz. Ürəyiniz necə istəyirsə o nəticələri əldə edə bilərsiniz. Sadəcə doğru strategiya qurub bu nüansları diqqətə almaq lazımdır. Deyəcəksiniz ki, müşafirim, çox yaxşı danışırsan, hər şey aladır, amma biz baxırıq prosesə. Çox məlumat var. Bu məlumatlarda bizdə informasiya çirkliliyi yaradır. Biz qorxuruq ki, doğru qərar verə bilməyək. Bu prosesdə aldanaq. Mən sizə bir neçədən detal bölüşəcəm burada. Tələbələr görmüşəm ki, öz tələbəm də olub, öz tələbəm olmayan da olub, özü müraciət edən də olub. Çox aşağı ortalama ilə təqaüd qazanan tələbələr görmüşəm. 74 əslində heç də yüksək ortalama kimi qiymətləndirilmir bəzi təqaüdlər üçün. Amma həmin tələbə qazanıb, çünki digər backgroundu yaxşı olub, niyəsi güclü olub. Sonra 78 ortalama ilə təqaüd qazanan tələbə görmüşəm. Həmçinin 8 təqaüdü eyni anda, eyni ildə qazanan tələbə görmüşəm. Müəyyən fərqli təqaüdlərdən, fərqli ölkələrdən. Sonra məsələn elə tələbə görmüşəm ki, həqiqətən çox aşağı IELTS nəticəsi ilə top universitetlərdən qəbul alıb. Burada 6-dan söhbət gedir, burada 5-5-dən söhbət gedir. Bu tələbələri gördükcə nəticə o yerə gətirir ki, doğru araşdırma, doğru strategiya və doğru yönləndirmə ilə nəticə almaq mümkündür. Və burada sizin xüsusi olaraq kimləsə işləməyə bir yerdə ehtiyacınız da yox. Doğru araşdırma da sizə nəticə verəcək və doğru insanı tapıb sizə doğru suallar verməsini imkanını özünüzə yaradaraq da bu nəticəni ala biləcəksiniz. Bu informasiya çirkliliyində
ən çox gördüyüm məsələ odur ki, biz elə miflərə inanırıq ki, onlar əslində bizim öz güvənsiz tərəfimizi də bir tərəfdən oyadırlar və düşünürük, qorxuruq. Əslində qorxularımıza biraz ad verə bilmirik və deyirik ki, birdən olmadı. Baxın, $66.000 ABŞ-da təqaüd qazanan, təhsil qrantı qazanan tələbə görmüşəm. Keçən dəfə çox məşhur qruplardan birində tələbə sual ünvanlayıb ki, mən təhsil kreditinə müraciət eləmək istəyirəm ABŞ-da, necə eləyim? Biri məlumat yazıb ki, kommentlərdə elə olsa hamı müraciət eləyərdi. Elə bir şey yoxdur. ABŞ-da təhsil krediti ancaq ABŞ-da daimi yaşayış icazəsi olan şəxslərə verilir. Xeyr, elə bir şey yoxdur. Tələbələrin məlumatı yoxdur deyə müraciət edə bilmir. Bir də bilirsiniz nəyə ən çox tələbələr inanır? Artıq gecikmişəm deyə. 38 yaşında 2-3 il bundan əvvəl, dəqiq yadımda deyil açıqcası, 2-3 il bundan əvvəl rəhbər şəxslərdən biri getdi Amerikada təhsil almağa. Və adamın hər şeyi var idi, nəticələri var idi, istədiyi məsələlər var idi, amma bildiyi sahəsi çox dərin idi. Amma adam getdi və dedi ki, mən təhsilimi davam etdirmək istəyirəm, çünki bu ambisiyalarım var. İzah edə bilirəm, həqiqətən təhsilin yaşı üçün bəlkə şablon səslənəcək, amma gec deyil. Nə vaxt sizin üçün uyğun şərtlər yaranacaq, onda da nəticə alıb gedə bilərsiniz. Məsələn, mən bir neçə ildir ki, 2023-də məzun olmuşam və 2023-də məzun olandan bəri magistr prosesimi ertələmək məcburiyyətində qalmışam. Bu həm ailəvi faktorlardan irəli gəlib, həmçinin də öz həyatımla bağlıdır. Həmçinin də araşdırıram. Bu müddət ərzində çoxlu professorla görüşmə imkanım olub, xarici professorlarla. Bu müddət ərzində çox yaxşı, çox belə güclü tələbə keysləri ilə işləmə fürsətim olub. Onların proseslərinə baxmışam. Bu müddət ərzində karyera planlaması etmək fürsətim olub. Bu müddət ərzində özümü axtarmaq fürsətim olub. İstədiyim nəticələri alıb, yığıb, backgroundumu genişləndirmək fürsətim olub və başa düşmüşəm ki, mən nə istəyirəm həyatdan, başa düşməyə çalışıram hələ də. Baxıram, götür qoy edirəm və bugün sizə magistr təhsili, bakalavr təhsili, PhD təhsili lazımdırsa almalısınız. Bir niyyətimiz olur. Bu ola bilər maaş tərəfdən niyyətimiz olsun. Bu ola bilər ölkəmizi dəyişmək niyyətimiz olsun. Bu ola bilər biz istəyirik ki, xarici bazarda işləyək, belə bir niyyətimiz olsun. O niyyəti dəqiqləşdirdikdən sonra siz müraciət prosesinə başladıqda nəticə qaçınılmaz olur. Böyük ehtimal ki, birincidə olmasa da ikincidə siz nəticə ala bilərsiniz. Yaxşı, doğru strategiya ilə. Həmçinin o backgroundunuzu, o tələbləri uyğunlaşdırmalı. Bəs hardan başlamalıyıq? Birinci, özünüzü tanımalısınız. Güclü, zəif tərəflərinizi analiz eləməlisiniz və özünüzün bir SWOT analizi çıxarmalısınız ki, siz kimsiniz, sizin hansı bacarıqlarınız var, bugünkü təhsiliniz, bugünkü uğurlarınız sizin uğurlarınızdırmı? Keçən dəfə bir tələbəyə intervyu götürürdüm. Çox yaxşı bir ifadə işlətdi. Dedi ki, bu uğurlar mənim uğurlarımdır, yoxsa bunları uğurlamışam. Mən bunları öyrənmək istədim. Bu o demək deyil ki, uğurladığı uğurlar hansı bir mənfi mənada deyir bunu. Bu ona deməkdir ki, mən həqiqətən öz bacarıqlarımdır, mən öz istəklərimdir, yoxsa kimdəsə görmüşəm və demişəm ki, mən bunu istəyirəm, mən də ondan istəyirəm, mən də gedib Polşada təhsil alacağam, mən də gedib İtaliyada təhsil alacağam deyib getmişəm. Yoxsa mən də demişəm ki, yox, mən də görsün orada eynəkli bir professor olaraq oturmuşam, məsləhət verim ya da hansı bir analiz edirəm, araşdırma çıxarıram ortaya. Qızıl dəyərində bir ifadə idi mənim üçün və o an özümdə fikirləşdim ki, mən kimis uğurunu uğurlayıram, yoxsa mən bunu istəyirəm, həqiqətən istəyirəm ki, belə olun, belə davam edeyimmi? Sonraki proses məqsədinizi müəyyən etməkdir. Məqsədinizin smart təhlilini çıxarmaqdır. Magistr təhsili sizə uyğundur, bakalavr təhsili sizə uyğundur, PhD təhsili sizə uyğundur. Hansı təhsil pilləsi sizə daha çox uyğundur və bugünkü məqsədinizi formalaşdırmağa kömək eləyəcək. Nəticədə siz ürəyiniz istəyən kimi təhsil alacaqsınız, ürəyiniz istəyən kimi özünüzə şəbəkə quracaqsınız, ürəyiniz istəyən kimi də növbəti karyera yolunuzu planlaşdıracaqsınız. Üçüncü addım isə ən önəmli addımlardan biridir və çox önəmlidir deyərdim, araşdırmaqdır. Baxın, o əvvəlki araşdırdığınız özünü tanımaq, yəni keçdiyiniz yollar ki var, özünü tanıdınız, məqsədinizi müəyyən etdiniz. Araşdırma prosesində bir də üstündən keçəcəksiniz o yolların və görəcəksiniz ki, mənim reallığım budur, mənim istədiyim araşdırma nəticəsində təqaüdlərin, universitetlərin tələbləri budur
və bu reallığın budur, deyərkən göstəricilərin budur, tələbləri budur və bunlar hamısı reallığa uyğundurmu? Hansısa kimdənsə məsləhət ala bilərsiniz, orada oxuyan tələbədən, yenə hansısa mütəxəssisdən və ya elə özünüz də feedbacklərdən, geri dönüşlərdən baxa bilərsiniz. Ancaq bu feedbacklər adətən informasiya çirkliyi açığı yaradır. Ya orada təhsil alan adamdan soruşun, ya da təcrübəsinə güvəndiyiniz bir mütəxəssislə çalışın. Bunların hamısının toplamında ən çox vaxtınız gedən yenə araşdırma prosesi olacaq, mən düşünürəm ki. Çünki düşünək ki, siz özünü tanıma illər boyu davam edəcək, həmişə olacaq. Burada mənim əsas fokuslandığım tərəf sırf karyera tərəfdəndir. Müəyyən qədər özünüzdə bir bazarda ağırlığınızı qoymaqdır. Biraz özünüzü tanıyıb o bacarıqlarınızı anlamaqdır. Siz nə istəyirsiniz, necə edəcəksiniz. Bu ola bilər, World Economic Forumu araşdırasınız, orada baxasınız, oradakı məlumatlara baxasınız ki, mən bunların arasında hansıyam, hansı yerdə dayanacam, hansı ixtisas mənə uyğundur. Bu kimi faktorlar ola bilər. Məqsədinizi müəyyən etmək, Avropada təhsil alacağam, Amerikada təhsil alacağam. Ən sonunda da yenə araşdırma prosesi. Bura mən düşünürəm ki, bir il, 2 il vaxt rahat sərf eləyin. Əgər həqiqətən ürəyiniz istəyən yerə getmək istəyirsinizsə, bunu hətta tələbəlik dövründə eləsəz, tələbəlik dövründən bu prosesə başlayıb müəyyən nəticələr əldə eləsəz, daha çox sizin xeyrinizə olacaq və daha tez əldə eləmək şansınız yarana bilər. Prosesi anlamaq şansınız yarana bilər. Bonus olaraq açıqlama hissəsində sizə linklər yerləşdirəcəm. Həmin linkləri klikləyərək daha ətraflı məlumatlar əldə edə bilərsiniz. Ancaq yenə də ən çox istifadə edəcəyiniz Google olsun. Referans saytlardan çalışın. Az istifadə eləyəsiniz araşdırma prosesində. Onlar da məlumat çirkliyi yaradırlar və ya yenilənməmiş məlumatlar olurlar. Universitetlərin öz rəsmi portalından ya ümumi portallardan məlumat götürüb sonra bir həmin rəsmi portallarda daxil olaraq daha ətraflı məlumat toplaya bilərsiniz. Həmçinin universitetlərin özlərinin rəsmi portalları, təqaüdlərin özlərinin rəsmi portalları sizə kifayət qədər dəstək olacaq bu prosesdə doğru nəticə əldə etməyiniz üçün. Universitetlərin özlərinin daxili təqaüdləri var, ölkələrin verdikləri təqaüdlər var, həmçinin sizin ehtiyacınıza əsaslanan təqaüdlər var, həmçinin sizin hansısa bir xeyriyyətçi şəxsin aradığı təqaüdlər var. Bu təqaüdlər müəyyən kateqoriyalardadılar və həmin təqaüdləri tapıb ona doğru müraciət eləmək sizin əlinizdə olan bir şeydir. Azlıqlar üçün ayrılan təqaüdlər var. Misalların texnologiyada inkişafı ilə bağlı ayrılan təqaüdlər olur. İncəsənətdə şedevr yaradanlarla bağlı ayrılan təqaüdlər olur. Təqaüdə müraciət etmək artıq özünüzdən asılıdır və onu doğru yerdə araşdırıb doğru nəticələr əldə etmək də sizin özünüzdən asılı faktordur. Yaxşı, bəs ümumiyyətlə bu prosesdə öz profilimizi necə qurmalıyıq, necə bir ideal tələbə profili yaratmaq olar, bundan danışmaq istəyirəm. Məni izləyənlər yəqin ki, bu məlumatları bilirlər. İllərdir paylaşdığım, bölüşdüyüm məlumatlardılar və burada istəyirəm ki, ölümsüzləşdirim. Bu YouTube kanalımda da qalsın və kimlər ki, məlumat əldə etmək istəyir, girib buradan ətraflı o mənim ayırdığım 11 bəndə baxsın. Onu da qeyd edeyim ki, bu ideal tələbə profilidir. Sizin profiliniz ideal olmaya da bilər. İdeal olmayan tələbə profillərdə nəticə ala bilirlər. Sadəcə kimsə varsa, deyirsə ki, mən istəyirəm ki, profilimi ideal olub olmadığını yoxlamaq istəyirəm. Bu məlumatlar əsasında qərar verə bilər ki, onun profili nə qədər idealdır. İdeal tələbə profilinə yaxındır. Birinci, sizin akademik göstəricilərinizdir. Bura nə aiddir? Sizin ortalama nəticəniz, ortalama balınız. Bakalavra müraciət edəcəksinizsə, attestat nəticəniz 4.85 arası olsa, yenə həmin tələbələr daha çox üstünlük təşkil edirlər təqaüd alma prosesində. Həmçinin magistra müraciət edirsinizsə, 81-in üzərində olması sizin backgroundunuzu gücləndirəcək. Hətta 85 deyərdim mən yüksəldərək. Daha yaxşı nəticə almanızda təkan verəcək. Çünki son illərdə rəqabət daha çox artıb. Dil sertifikatlarınızın olması, bəzən cəri ciməti nəticələriniz, cəri cimətin nə olduğunu bilməyənlər varsa, onlar Google eləyib daha ətraflı məlumat ala bilərlər. Bəzi ixtisaslarda, hətta bəzi ölkələrdə xüsusi olaraq tələb olunur. Cəri cimət nəticəniz imtahanlardan birini istəyirlər sizdən. Dil sertifikatına gəldikdə hansısa dil sertifikatınızın olması yenə prosesdə çox önəmli faktordur. Ümumiyyətlə siz gedəcəyiniz ölkənin
dili yox, təhsil alacağınız dili bildiyinizə dair sübut sənədi verməlisiniz onlara. Sübut eləməlisiniz ki, mən bunu bilirəm. Həmin sənədlər bizdə sertifikat deyil. Bu fərqi yoxdur ki, İtalyan dilində təhsil alacaqsınız, DELF alacaqsınız, yoxsa siz Goethe sertifikat alacaqsınız, yoxsa TESOL alacaqsınız, yoxsa IELTS, TOEFL, Duolingo. Yenə siz hansı dildə təhsil almaq istəyirsinizsə, o dilin sertifikatını götürməlisiniz. Bu bakalavr tələbələri üçün də yenə gedəcəyi ölkədən asılı olaraq SAT, ACT və ya öz nəticəsi əldə etməlidirlər ki, onlar akademik göstəricilərini güclü göstərə bilsinlər. Son saydığım imtahanların nəticələri dəyişə bilər. Hər təqaüdün, universitetin, hətta ölkənin özünün xüsusi tələbi ola bilər göstəricilərlə bağlı və həmin göstəricilər siz anlayaraq araşdırma prosesində yenə daha güclü araşdırma eləyərək, anlayaraq həmin nəticəni yığıb elə müraciət eləsəz, nəticə ala biləcəksiniz. Publicationlar, akademik məqalələr yayımlamaq. Tələbələr ən çox görürəm ki, universitetlərin jurnallarında öz məqalələrini yayımlayırlar. TEC-in yaratdığı fürsətdən faydalanırlar, TEC təşkilatının. Bu əladır, bundan istifadə edə bilərsiniz. Ancaq bir neçə tövsiyəm olacaq. Birinci, çalışın məqalənizi ingilis dilində yayımlayasınız. Bu həm sizə kömək eləyəcək ki, ingilis dilində yazı yazma vərdişinizi inkişaf etdirəsiniz. Həmçinin də gələcəkdə müraciət edəndə universitetə siz həmin məqaləni göndərəndə onlar anlaya biləcəklər sizi, başa düşəcəklər nə yazmısınız, onlara daha rahat olacaq. İkinci tövsiyəm olacaq ki, çalışın mütləq, hətta deyərdim, həmin jurnalın PDF-ini özünüzdə saxlayasınız, göndərirlər. Bildiyim qədərilə hər universitetə göndərilir. Da UNEC-də rast gəlmişəm tələbələr götürdüyünü. Digər universitetlərdə də yəqin ki, belə bir şərait yaradılır. İstəyin, həmin jurnalın PDF-ini özünüzdə saxlayın. Gələcəkdə yenə bu sizə kömək eləyəcək ki, həmin PDF-i göndərəsiniz və onlar görsünlər ki, siz bunu yayımlamısınız. Daha akademik, daha peşəkar jurnallardan istifadə edib orada yayımlamaq istəyirsinizsə, onda Web of Science və Scopus-un jurnallarını sizə tövsiyə edəcəm. Hardan qeydiyyatdan keçə bilərsiniz? Aşağıda yenə link yerləşdirəcəm. Həmin linklərdən keçid eləyərək özünüzə bir hesab açın və gedin oxuyun oradakı məqalələri, oradakı jurnalların strukturlarını. Hansı jurnalda istəyirsinizsə məqalə yayımlamaq və özünüzə bir mövzu seçmisinizsə, həmin jurnala müraciət edə bilərsiniz. Onların strukturuna baxın, müraciət edin, orada məqalənizi yayımlayın. Bu adətən ödənişli olur orada məqalələri yayımlamaq və prosesə baxa bilərsiniz. Ödənişsiz jurnallara da rast gəlmək mümkündür. Sizə deyəcəm, əgər İngiltərə, Amerika, İsveçrə və ya digər daha reytingli universitetlərin jurnallarında həmən gedib məqalə yayımlamaq istəyirsinizsə, bu biraz çətin ola bilər. İlk dəfə əgər yayımlayacaqsınızsa, sizin akademik xüsusi göstəriciniz yoxdursa, akademik keçmişiniz yoxdursa, o halda Çexiyanın, Sloveniyanın, Slovakiyanın universitetləri adətən rahatlıqla götürə bilirlər. Yox, əgər istəyirsinizsə ki, başdan çətin yayımlanan, yəni çətin məqalə götürən jurnallardan birində öz məqalənizi yayımlayasınız, yenə bunda yolu var. Öz professorunuzdan kömək istəyə bilərsiniz. O sizə həm proses boyunca mentorluq eləyər, həm sizdən bir yerdə araşdırma eləyə bilər. Yenə maddi baxımdan sizə kömək ola bilər və ya indi siz necə anlaşacaqsınızsa onunla ikinizin də adınızı yazaraq, bir-birinizdən yaxşı mənada yaxşı istifadə edərək jurnallarda öz məqalələrinizi yayımlama fürsətinizi qazana bilərsiniz. Sahənizlə bağlı yenilik eləmək bu nöqtə atışı olacaq. Çünki sizin taleyinizi bəlirləyən fürsətlərinizdən biridir ki, özünüzü göstərmə fürsətlərinizdən biridir onlara. Necə? Mən sahəmdə maraqlıyam, mən araşdırma edirəm, mən baxıram, mən ölçürəm, biçirəm, amma problemin içərisində qalmışam. Sizə ehtiyacım var, rahatlıqla deyə biləcəksiniz. Yəni o gücü niyə formalaşdırma daha rahat olacaq sizə. Bu yenilik eləmək sahənizlə bağlı mən nə deyə bilərəm? Misal, hüquqşünas bir xanım var idi, türk idi. Fulbright qazanmışdı. O nə etmişdi? AI texnologiyaları ilə hüququ bir-birindən birləşdirmişdi. Siz ingilis dili müəllimi olaraq çalışırsınız, fərqli metodlardan istifadə edirsiniz və metodika kitabları yazırsınız. Həmin o metodika kitablarını yazdığınız müddətcə, amma dəstəyə həqiqətən ehtiyacınız var. Kitab tapma çətinliyi çəkirsiniz və kitabxanaya ehtiyacınız var. Bu universitetin çox köklü kitabxanası var və sizin bu kitablardan istifadə etmək mütləq şərtdir. Oradakı professor var. İkinci dil öyrətmə ilə bağlı çox geniş araşdırmaları var. Neurolingvistik tərəfdən araşdırmalar var. Sizin ona ehtiyacınız var. Siz maliyyə
sektorunda çalışırsınız, maliyyə sektorunda çalışsanız da, bugün sizə daha çox maraqlıdır ki, fintechə yönələsiniz, yəni maliyyə texnologiyalarına yönələsiniz, amma ölkənizdə bunun çətinliyini çəkirsiniz. Olan texnoloji bilikləri əldə eləmiş olsanız da, xarici bazara çıxış eləmək də sizə çox çətindir. Ölkənizdə də bununla bağlı iş tapa bilmirsiniz. Öz məğzini öyrənəsiniz, teoriyasını öyrənəsiniz, yəni teoriyasını öyrənəsiniz və universitetə burada ehtiyacınız var. Çünki sizə qapılar açacaq, yəni müxtəlif şirkətlərdə çalışmaq üçün qapı açacaq. Bu kimi faktorlar var və siz həqiqətən o yenilikləri elədikcə gücünü yəndə formalaşdırırsınız. Universitetə bunu sata bilirsiniz. Mən niyə gəlirəm ora? Və sizin əlavəniz varsa, siz də öz sahənizlə bağlı başqa əlavə edə bilərsiniz. Oxumaq mənim üçün də xoş olacaq. Bu networking qurmaq, öz sahənizlə bağlı proyektlərdə liderliyinizi sübut etməyinizi görmək istəyən təqaüdlər var. O bacarığınızı sübut etməyinizi istəyən təqaüdlər var. Müraciət edəndə mütləq bu prosesdəki challenge-larınızdan, oradan çıxardığınız nəticələrdən, hansı nə qədər insanı idarə elədiyinizdən, burada sırf management tərəfdən də demirəm, leadership bacarığınızı göstərmək tərəfdən deyirəm. Sizin hansısa bir fikriniz olub, ora insanları o fikrə ən sonda gətirmisiniz və deyək ki, nəticə olaraq mülahizələr qeyd olunub, amma ən sonda sizin fikriniz praktik tərəfdən işləyib, insanları inandıra bilmisiniz ki, bu fikir işləyəcək. Uyğun networking qurmaq deyəndə də nə nəzərdə tuturam? Hal-hazırda mən fikirləşirəm, həm texnologiya, həm də networking dövrüdür. Doğru əlaqə qurduqda, doğru insanlara çatdıqda çox yaxşı nəticələr əldə edə bilərsiniz. Həmin adamlardan referans ala biləcəksiniz. Köməyi ilə bəlkə araşdırma etmədən və ya heç araşdıranda görmədiyiniz çox yaxşı fürsətlər görə biləcəksiniz. Bunlar da həmçinin sizə əlavə olaraq bonus qazandıracaq proses boyunca. Sənədləri və müraciət formasını doğru qaydada hazırlamaq. Vurucu nöqtələrdən biridir. Dediyim vurucu nöqtə olacaq. Birinci yenilik eləmək, ikinci bu. Məsələ nədir? Məsələn, mən ən çox tələbələrdə nə görürəm? Sənədləri hazırlayarkən sənədi şaquli vəziyyətdə yükləyir, sənədin səhifəsini, həmin sənədin başqa səhifəsini üfüqi vəziyyətdə yükləyir. Bir görürsən ki, məlumatları qarışdırıb, diplomun içərisinə pasportunu yerləşdirib. Bunlar çox ciddi problemlərdir yoldaşlar və bunlarla müraciət edəndə təqaüd komitəsini yorursunuz. Müraciət formasını doğru etməmək. Eləyə bilərsiniz hər səhifədə müraciət formasında. Bu xüsusi çox böyük bir problem deyil. Həll eləmək olur və yazıb xahiş eləmək olur dəyişdirməsini. Çünki sənədinizi, formanızı orada yükləyə bilirsiniz. Amma ki siz hansı səhv eləmisiniz, esse yazıb, sizdən bir esse istəyir. Həmin essenin sualından başqa, yəni yerdə adətən hazırlayıb ora copy paste edir tələbələr. Başqa yerdə esse eləyərkən esse sualların yerini qarışıq yazır, yəni dəyişik yazır. Bunlar problemdirlər. Onlar fikirləşirlər ki, tələbə hardasa cheat eləyib, yalan danışır. Bunlara fikir vermək mütləq vacib şərtlərdən biridir. Ona görə çalışın ki, sənədlərinizi kiminsə baxışından keçirəsiniz. Uyğun iş təcrübəsi. Bu da çox önəmli faktorlardan biridir. Amma sizin uyğun iş təcrübəniz olmasa da nəticə alma ehtimalınız var. Universitetdən adətən çox böyük ehtimalla nəticə ala bilirsiniz. Təqaüd bir qədər ola bilər, amma akademik tərəfinizdə güclü göstərib akademik yönümlü təqaüdlərə də müraciət edə bilərsiniz. Əgər öz sahənizlə bağlı fürsət yarada bilmirsiniz, özünüzdə iş təcrübəsi qazanasınız, onda çalışın akademik tərəfinizi çox güclü göstərəsiniz ki, siz akademik tərəfdən təqaüd qazanma ehtimalınız daha güclü olsun, heç olmasa. İş təcrübəsi deyərkən sahənizlə bağlı işlər nəzərdə tuturam. Məsələn, mən tələbələrdə görürəm ki, könüllü təcrübələrinə gedirlər, amma könüllü təcrübələrini inkişaf etdirir yumşaq bacarıqlarını, amma hansısa texniki sahəsi ilə bağlı texniki bacarığını inkişaf etdirməyib, bunu sübut edə bilmirik. Ciddi nüans sayılmır bir yerdə. Baxıb yenə təqaüdə istisnalar sadəcə qaydanı pozmur. Bu tərəfdən danışmağa çalışıram. Ola bilər ki, indi istədiyiniz təqaüddən asılı oldu. Sizin elə həmin könüllü təcrübənizlə biz təqaüdü qazana biləsiniz. Amma ola bilər ki, həmin universitet və ya həmin təqaüd sizin birbaşa elə bağlı iş təcrübəsi istəyir, onda onu göstərməlisiniz mütləq. Məsələn, mən çox bildim otur ki, tələbə deyir ki, mən biznes menecmentə gedəcəm, biznesin idarə edilməsinə gedəcəm və Almaniya istəyir. Almaniyada adətən universitetlərin özləri də elə 2-3 il iş təcrübəsi istəyirlər sizdən. Yəni menecmentlə bağlı hansısa ən rahat menecment görünür deyə o menecmentlə nümunə çəkirəm. Tələbə menecmentə bağlı yenə getmək istəyir İsveçdə və ya İsveçrədə və ya başqa yerdə təhsil almaq istəyir və məsələn İsveçin
müraciət edəndə Azərbaycan üçün mən 2025-ci ildə bu videonu yayımlayıram. Azərbaycan üçün bu ildə birbaşa olaraq 3000 saat iş təcrübəsini tələb eləmir. Ola bilər ki, elə dövrdə müraciət eləmisiniz, o 3000 saat iş təcrübəsini istəsin, peşəkar iş təcrübəsini istəsin, baxın onu da göstərməlisiniz. Yenə də baxanda görürük ki, statistik məlumatlara əsasən liderliyinizi sübut etməyinizi istəyən təqaüdlər adətən iş təcrübənizə önəm verirlər və baxırlar onlara. Bu nəzərinizdə olsun. 3 referans məktubu. Hər tələbəyə deyirəm ki, çalış ki, üçünü hazırlayaq. Yəni 3 dənə olsun, 3 nəfər olsun orada. Biz bilək ki, ondan ala bilərik. İdealda bunlar kimlər olsa yaxşı olar. Sizin hansısa bir universitetdən, akademik heyətdən kimsə, bu çox yaxşı olar. Məsələn, rektordan alasınız, dekandan alasınız, öz müəlliminizdən alasınız. Həmin müəllim kafedranın baş müəllimi olsun və ya kafedranın rəhbəri olsun. Bunlar olsa yaxşı olar. Məsəl üçün, iş yerinizdən referans almaq. Bu supervisorinizdən alınır. Supervisorinizdən alınan referans elə referans olmalıdır ki, yəni elə adam olmalıdır ki, siz ona minimal 6 ay işləyəsiniz. 6 aylıq müddətdə onunla fəaliyyətdə olasınız və o görsün həqiqətən sizin bacarıqlarınızı götür-qoy eləmə fürsəti olsun, görsün bunlar. Əgər supervisorinizlə yanaşı şirkətin direktoru ola bilər ya da onunla birbaşa işləmiş ola bilərsə, o da verə bilər sizə həmin referansı. Üçüncü referanslarınızda xarici birindən olsa, xarici akademik və ya iş mühitində olan və ya hansı bir layihədən olan kimdənsə ala bilərsiniz. Deyək ki, hansısa layihəyə getmişsiniz, orada sizdən supervisorlik eləmə fürsəti olub həmin şəxsin və ya mentorluq edib sizə, ya da siz boyunca treneriniz olub, ondan ala bilərsiniz, ya da hansı şirkətdə işləmişsiniz, hansı proyektdə işləmişsiniz, o proyektdən qarşı tərəfdə xaricilər olub, onlarla birbaşa işləmə fürsətiniz olub, beynəlxalq bir mühit olub, oradan kimdənsə ala bilərsiniz iş yoldaşınız kimi. Bunlar da sizə xüsusi olaraq kömək edəcək prosesdə. Müraciət esseylərinizi doğru və düzgün qaydada hazırlamaq. Ümumiyyətlə müraciət prosesində hər şey vəhdətdə olmalıdır. Sizin CV-nizdə motivasiyanız, referanslarınız, esseyləriniz, application formunuz. Yəni bu vəhdətdə olmaq o deməkdir ki, CV-də, referansda, motivasiyada hər şey bir-birinin təkrarı olmasın. Esseydə, motivasiyada yazdığınız o xüsusi niyyətiniz, xüsusi hissləriniz esseydə də eyni təkrarlar olmasın. Onlar sizdən çünki xüsusi sual istəyirlər. O da bir xüsusi sual ünvanlanıb sizə. Niyə bu sahəni seçmisiniz? Bu sahədə qarşılaşdığınız ən böyük challenge nədir? Bu bir case study sual verə bilərlər. Bu situasiya olsa orada necə davranardınız? Misal, esseyləri doldurarkən də, yazarkən də fikir verməli olduğunuz əsas faktor həmin esseylərin birbaşa sualına fokuslanmaqdır. Və başlayıb 1-ci əsrdən 21-ci əsrə kimi məlumatlar qeyd eləmək deyil. Qısa, lakanik, esseyin formatına uyğun cavab verməkdir. Esseyın da referansı da, CV-lər də hazırlayarkən bu qaydalara riayət eləməlisiniz. Bu çox önəmli faktordur. Hara getsəm, gedəcəm deyə yox. Buralara getmək istəyirəm, çünki mən bunu istəyirəm deyən tələbə olmaq. Bunu dediyim o işarə vəzdiklərin yerlərini öz-öz doldurun. Çünki niyyəsini bilən, məqsədini bilən tələbə olanda bu dediklərimin hamısı zaten sizin özünüzün gözünüzün qabağında canlanır və siz bilirsiniz addım atmaq lazımdır. Və qalan hər şey sadəcə olur, prosesə güvənəsiniz və prosesdə addımlayasınız. Müraciət formasını doldurarkən fərqlənməyi bacarmaq. Mənim dostum Aysun müraciət prosesində bunu ən yaxşı edənlərdən biridir və odur ki, nəticə alıb. Aysun'a buradan salam olsun, o Harvardda təhsil alıb. Məsələn, mən Aysundan ən çox öyrəndiyim, qatqısı olan bir məlumat olub bu. Necə application forumda fərqlənməyi bacarmaq mənasında nə deyirəm, yəni deyəndə nə demək istəyirəm. Misal, ola bilər ki, sonda qeyd edir ki, əlavə olaraq hansı bir məlumatınız varmı, hansısa bir nəsə qeyd etmək istəyirsinizmi? Və paylaşmadığınız bir şey varmı? Paylaşarkən özünüz olmağı bacarın. Siz hansısa bir incə sənətlə məşğul olursunuz, onunla bağlı göstərin özünüzü. Ola bilər ki, sizin xüsusi bir dəyəriniz var. Həmin dəyərlə bağlı challenge-lara girmisiniz. Həmin challenge-lardan şəkillər göndərin. Bir layihələr yaratmısınız, onlardan nələrsə paylaşın. Ola bilər sizin podkast tutqunuz var. O podkastla bağlı hansısa öz kanalınızın linkini göndərin, orada məlumatlar paylaşın. Ki, çox yaxşı bacarığınız var hansısa, onu paylaşın. Yəni, skripka çala bilirsiniz. Götürün skripka ilə şəkillərinizi göndərin, o sizə hisslərindən danışın. Yəni, bu artıq sizdən asılı məsələdir, necə istəyirsiniz elə. Amma bu sual yoxdursa, əvvəlki sualları dolduranda da çalışın ki, yenə özünüzə uyğun, özünüzə məxsus cavablar verəsiniz. Bu da
sizin application'ınızın fərqlənməyini göstərəcək. Yekunda demək istəyirəm ki, burada paylaşdığım məlumatlar mənim gəldiyim qənaətlərdir və bu kanalda çalışacağam ki, həmişə unikal məlumatları sizinlə bölüşüm, o unikal məlumatları öz təcrübəmə əsasən sizinlə bölüşüm və başqa tələbələrin təcrübələrindən də sizə məlumatlar verim, həmçinin araşdırmalardan məlumatlar verim. Kanalı yaradarkən fikirləşdim ki, mən çox araşdırıram, çox oxuyuram, çox tələbə ilə müzakirə edirəm və bunları kimləsə bölüşməliyəm, çünki ola bilər ki, başqalarının buna əli çatmasın, əl çatanlığı az olsun. O tələbələr də bu kanal vasitəsilə çatanlıq yarada bilsinlər. Odur ki, əgər hansısa sualınız varsa, hansı mövzunu araşdırmamı istəyirsinizsə və hansı mövzu ilə bağlı sizə video çəkməyimi istəyirsinizsə, aşağıda kommentlərdə özünüz qeyd edə bilərsiniz. Mən də çalışacağam ki, növbəti videolarda həmin video başlıqlarına yer verim. Xaricdə təhsil sizə yeni imkanlar yaradır, təcrübə verir, öz mənsubiyyətinizi dərk etməyinizə kömək edir. Çünki xarici mühitdə anlayırsınız özünüzü. O elə suallar gəlir ki, sizə belə fikirləşirsiniz. O görəsən mən bu suala necə cavab verərdim? Necə verməliyəm? Özümü, ölkəmi daha yaxşı təmsil edeyim də. Və ya istəyirsiniz ki, o bacarıqlarınızı daha yaxşı göstərə bilərsiniz. Bu sizin üçün xüsusi challenge olacaq və mən inanıram ki, həm bacarıq tərəfdən, həm özünüz tərəfdən, həmçinin dünya görüşü tərəfdən özünüzü kifayət qədər inkişaf etdirəcəksiniz. Çünki maraqlıdır, çox maraqlı mühitdir, çox maraqlı təcrübədir. Əgər istəyirsinizsə, sizə lazımdırsa, məqsədləriniz üst-üstə düşürsə, o halda təhsil alın. Xaricdə təhsil üçün müraciət edin. Bəzən doğru qərar başqalarının risk dediyinə imkan deməklə başlayır. Qanadlanmaqdan qorxmayın. Mən Müşafər Məliyeva. Bu video bəlkə də sizin uçuş planınızın ilk xəritəsi idi. Növbəti videolarda görüşənədək